Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan şəxslər üçün Əsosial Tərəfdaş adlı layihəyə start verilib. Layihə dövlət və özəl sektor arasında sosial dəstək məqsədli tərəfdaşlıq nümunəsidir. Referans az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan Əmək Az-Əyin sorğusuna cavab olaraq bildirilib ki, layihə çərçivəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət və təqaüd alan şəxslərə, sosial yardım alan ailələrə, vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə endirimlər təklif olunur. Vətəndaşlar artıq e-sosial mobil tətbiqini telefonlarına yükləyib qeydiyyatdan keçməklə tətbiqdə göstərilən e-sosial tərəfdaş e-barkodunu əldə edir. Həmin barkod vasitəsilə tərəfdaş olan xidmət sahələrindən böyük supermarketlər, aptek, klinika və mağazalarda alış-veriş etdikdən sonra kassaya ödəniş zamanı təqdim etdikləri barkod vasitəsilə endirimlərdən yararlana bilərlər.